Hər kəs salam. Bugünkü dərsimiz informatikadan video, səs, sürət və arxiv məsələləri olacaq. İlk növbədə gəlin fotoaparat və video kameranın iş prinsipləri ilə tanış olaq. Fotoaparatla biz şəkil çəkəndə bir anda bir şəkil çəkir, bir təsvir yaradır. Amma video kamera ilə biz video çəkəndə, məsəl üçün özümüzü çəkəndə və yaxud da dostlarla video çəkiş eləyəndə bir anda bir neçə şəkil çəkir video kamera. Və bu kadrları, bunlara kadr da deyə bilərik. Bu kadrları birləşdirərək görüntü əmələ gətirir. Biz həmən videoya baxanda, həmən bu kadrlar bir-birinin ardıca elə sürətlə gəlir ki, elə sürətlə ötürülür ki, biz sanki onun hərəkət etdiyini hiss edirik. Amma onlar şəkillərdən ibarətdir. Həmən kadrlar sürətli şəkildə bir-birinin ardıca gəlir, hərəkətli görüntü əmələ gətirir. İndi bu video kameranın iş prinsipi ilə daha yaxından tanış olmaq üçün burada belə bir video paylaşmışam. Gəlin bu videoya baxaraq bunu daha rahat başa düşək. Baxın, bu kağızlardan ibarətdir, səhifələrdən ibarətdir. Hər səhifədə eyni şəkildə müxtəlif hərəkətlərlə təsvir olunub. Bu səhifələri bir-birinin ardıca sürətli şəkildə ötürdükdə, baxın, hərəkətli görüntü əmələ gətirir. Bu da video kameranın iş prinsipidir. İndi isə gəlin videonun həcmi necə tapılır, onu izah edeyim. Baxın, dedik ki, bu kadrlar bir-birinin ardıca gələndə görüntü əmələ gətirir. Elə başa düşün ki, bu 1 saniyədə olan kadrların sayıdır. Burada neçə dənə kadrımız var? 5 dənə kadrımız var. Bu 1, bu 2, bu 3, bu 4, bu da 5. Biz videonun həcmini tapmaq istəyiriksə, ilk növbədə bilməliyik ki, burada bir kadrın, bir təsvirin həcmi nə qədərdir? Əvvəlki dərsimizdə qrafik informasiyanın kodlaşdırılmasını keçəndə təsvirimizin həcmini necə tapırdıq? Bizə təsvirimizin enində olan piksellərin sayı məlum olmalıdır, hündürlükdə olan piksellərin sayı, bir də rəng dərinliyi. Onları bir-birinə vururduq, bir təsvirimizin həcmini tapırdıq. Tutaq ki, enimizdə olan piksellərin sayı A-dır, A ilə ifadə eləyək, hündürlükdə olan piksellərin sayı isə B ilə ifadə eləyək. Bu zaman enində olan piksellərin sayı, yəni A-nı vurarıq hündürlükdə olan piksellərin sayına, bir təsvirimizdə olan ümumi piksellərin sayını tapmış olaraq. Bir təsvirimizin həcmini necə tapırdıq? Onu da vururduq rəng dərinliyinə, yəni bir pikselin yaddaşda tutduğu yerə, o da bitlə ifadə olunurdu. Təsvirimizin ümumi həcmini tapırdıq. İndi bu videomuzda bir təsvir yoxdur axı. Burada 1 saniyədə 5 dənə kadr var, təsvir var. Deməli, bunu da vuracaq 1 saniyədə olan kadrların sayına, yəni kadr bölünsün saniyəyə. Və videonun da müddəti olur da. Ola bilər video 15 saniyəlik olsun, 5 dəqiqəlik olsun, 15 dəqiqəlik olsun, 1 saatlıq olsun. Məsələlərdə sizə dəqiqə ilə veribsə, mütləq onu saniyəyə çevirin. Çünki düsturda saniyə ilə hesablayırıq. Vuracaqsınız bunu da videonun ümumi müddətinə və videonun ümumi həcmini tapmış olacaqsınız. Gəlin bunu hesablayaq. Bir təsvirimizdə nə qədər piksel var enində? 40 piksel var. Yazırıq bura 40. Hündürlüyündə isə 60 piksel var. Bunu vururuq 60-a. Ümumi piksellərin sayını tapırıq bir təsvirimizdə. Ümumi həcmi tapanda nə edirik? Vururuq bir pikselin yaddaşda tutduğu yerə. Onun üçün də biz rəng çalarlarını bilməliyik təsvirimizdə. Tutalım ki, təsvirimizdə rəng çalarlarının sayı 16-dır. Bunu da 2-nin qüvvəti şəklində göstərsə 2/4 eləyəcək. Bax, bu qüvvətdəki 4 bizə bir pikselin yaddaşda tutduğu yeri verir. Yəni rəng dərinliyi. Bunu da vururuq 4 bitə, bitlə ifadə olunur. Tapırıq təsvirimizdə olan ümumi həcmi. İndi bu videomuzda 1 saniyədə neçə kadr var? 5 kadr var. Bunu da vururuq 5 kadr bölünsün saniyəyə və bunu da vururuq. Tutalım ki, bizim videomuzun ümumi müddəti 16 saniyədir. Vururuq bunu da 16 saniyəyə ümumi həcmi tapırıq videonun. Gəlin bunu hesablayaq. 2-nin qüvvətləri şəklində yazacağım. Bitlə tapılacaq. Bunu kilobayta çevirərik. 2-nin qüvvətləri şəklində yazsam daha rahat ixtisara girəcək. 40-ı necə yaza bilərik? 2-nin kubu vurulsun 5 şəklində. 60-ı yaza bilərik. 2-nin kvadratı vurulsun deməli 5, bu da vurulsun 3. Sonra 4 biti yaza bilərik 2-nin kvadratı şəklində.
5 kadr qalacaq yerində. Bunu da vuracaq. 16 necə yaza bilərik? 2 üstü 4 şəklində. Bu da bərabər olacaq. 2-nin kubu vurulsun 2-nin kvadratı. 2 üstü 5 eləyəcək. Vuranda 2-nin kvadratına 2 üstü 7. Bunu da vuranda 2 üstü 4-ə 2 üstü 11 eləyəcək. Yazırıq bura 2 üstü 11. 5-i 5-ə vuranda 25, vuranda 5-ə 125, vuranda 3-ə 375 eləyəcək. Bunu da vururuq 375-ə. Bit olacaq. Bitlə tapırıq ələk. İndi bunu kilobayta çevirsək, 2 üstü 11 vurulsun 375 bölünsün. Bitdən kilobayta gələndə 2 üstü 13-ə böləcək. Bunlar ixtisar gedəcək. Deməli, yuxarıda qalacaq 375, aşağıda qalacaq 4. 375-i gəlin burada 4-ə bölək. 375 bölünsün 4. 3-ün içində 4 yoxdur. Gəlirik bura 37-nin içində 4, 9 dəfədir. 9-u 4-ə vururuq 36, çıxırıq 36. 1 eləyir. 1-in içində 4 yoxdur. Gətiririk 5-i bunun yanına. 15-in içində 4, 3 dəfədir. 3-ü 4-ə vururuq 12, çıxırıq. Eləyir burada 3. 3-ün içində 4 var, yoxdur. Bura vergül atırıq. 0-ı gətiririk bunun yanına. 30-un içində 4, 7 dəfədir. Çıxırıq 28, qalır burada 2. 2-nin içində 4 yoxdur. 0 gətiririk yanına. 20-nin içində 4, 5 dəfədir. 5 vur 4, 20 eləyir. Çıxdı, qaldı 0. Deməli, bizim bu videomuzun həcmi nəyə bərabər olur? 93 tam %75 kilobayt olacaq. Cavabımız da olacaq bu. Təkrar üzərindən gedək. Biz videonun həcmini tapmaq istəyirsə, ilk növbədə bir təsvirimizin həcmini tapırıq. Yəni enində olan, hündürlüyündə olan piksellərin sayını vururuq bir-birinə, onda rəng dərinliyinə bir təsvirimizin həcmini tapırıq. Ümumi videonun həcmini də tapmaq üçün vururuq 1 saniyədə olan kadrların sayına, onu da vururuq videonun ümumi müddətinə və videomuzun ümumi həcmini tapmış oluruq. Gəlin indi suallar üzərində bu mövzunu daha da möhkəmləndirək. Birinci sualımızda deyir ki, ekranın 1024 vurulsun 256 rejimində 8 kadr bölünsün saniyə sürətinə malik 16 saniyəli 64 rəng çalarına malik video failinin həcmi neçə megabayta bərabərdir? Baxın, failin megabaytla tapılmasını istəyir bizdən. Biz buradan bir təsvirimizin həcmini ilk növbədə tapaq. Baxın, nöqtələrin sayı verilib burada bizə. 1024-ü 2-nin qüvvəti şəklində göstərsək, 2 üstü 10 eləyəcək, 256, 2 üstü 8 eləyəcək. 64 rəng çaları deyir. Burada 64-ü 2 üstü 6 şəklində göstərə bilərik. Bu qüvvətdəki 6 bizə bir pikselin yaddaşda tutduğu yeri, yəni rəng dərinliyini verəcək. Gəlin bir təsvirimizin həcmini tapaq. Nöqtələrin sayını vururuq bir-birinə, yəni 2 üstü 10 vurulsun 2 üstü 8. Bunu da vururuq rəng dərinliyinə 6 bitə. Tapırıq bir təsvirimizin həcmini. Sonra videonun ümumi həcmini tapmaq istəyirsə, onu da vururuq 1 saniyədə olan kadrların sayına, nə qədərdir? 8-dir. 8-i necə yaza bilərik? 2 üstü 3 şəklində. 2 üstü 3 kadr bölünsün saniyə. Bunu da vururuq videonun ümumi müddətinə. Bax, burada göstərilib 16 saniyədir. 16 necə yaza bilərik? 2 üstü 4 şəklində. 2 üstü 4 saniyə olacaq. Bu da bərabərdir. Bunu ona görə 2-nin qüvvətləri şəklində yazdım ki, biz bitdən megabayta keçəndə rahat ixtisar apara bilək. 2 üstü 10, 2 üstü 8 eləyir 2 üstü 18. Bunu da vururuq 2 üstü 3-ə. Eləyəcək 2 üstü 21, bunu da vuracaq 2 üstü 4-ə, eləyəcək 2 üstü 25. Yəni 2 üstü 25 vurulsun 6 bit olacaq. Və bunu da megabayta çevirsək, 2 üstü 25 vurulsun 6 bölünsün, bitdən megabayta gələndə 2 üstü 23-ə böləcək. Bunlar ixtisar girəcək, burada qalacaq 2-nin kvadratı, yəni 4 vurulsun 6. Bu da eləyəcək 24 megabayt. Cavab da olacaq bu. Keçək ikinci sualımıza. İkinci sualımızda deyir ki, video 5:2 vurulsun 128 ölçülü ekran hissəsində göstərilir. Rəng çalarlarının sayı 256-ya bərabərdir və videonun müddəti 32 saniyədir.
Əgər kadrların hərəkət sürəti 16 kadr bölünsün saniyə olarsa, səsi nəzərə almadan bu videonun yaddaşda tutduğu yeri hesablayın. Video ola bilər də səssiz olsun, səsli versiyası da olsun, səssiz versiyası da. Əgər səsi varsa videonun, səsi də ayrıca hesablamalısınız ki, hansı ki onu növbəti slaydlarımızda səsin hesablanmasını izah eləyəcəm. Əgər videoda səs yoxdursa, bu şəkildə hesablayıb cavabı tapırsınız. Bax, burada deyir ki, səs nəzərə alınmır. Videonun həcmini burada tapmaq istəyiriksə, gəlin ilk növbədə bir təsvirin həcmini tapaq. Bu 512 nöqtələrin sayını 512 yaza bilərik 209 şəklində, 128 207 şəklində. Rəng salları bizə verib 256. Bunu da 208 şəklində yaza bilərik. Bu qüvvətdəki 8 bizə bir pikselin yaddaşda tutduğu yeri, yəni rəng dərinliyini verəcək. Bir təsvirimizin həcmini tapsaq, nöqtələrin sayını vurarıq bir-birinə, yəni 2 üstü 9 vurulsun 2 üstü 7, bunu da vururuq rəng dərinliyinə. 8 bitə. 8 biti necə yaza bilərik? 2 üstü 3 şəklində. 2 üstü 3 bit eləyəcək. Bunu da vuracaq, deməli, kadrların sayına nə qədərdir? 16 kadr bölünsün saniyədir. Yəni, 16-nı yaza bilərik 2 üstü 4 kadr bölünsün saniyə. Bunu da vuracaq videonun ümumi müddətinə 32 saniyədir. 32 necə yaza bilərik? 2 üstü 5 şəklində. 2 üstü 5 saniyə olacaq. Bu da bərabərdir. Biz bu videonun həcmin megabaytla tapaq. Gəlin hesablayaq bunu. 2 üstü 9 vurulsun 2 üstü 7. 2 üstü eləyəcək 16. Vuranda 2 üstü 3-ə 2 üstü 19 eləyəcək. Vuranda 2 üstü 4-ə eləyəcək 2 üstü 23. Vuranda 2 üstü 5-ə eləyəcək 2 üstü 28. 2 üstü 28 bit eləyəcək. Biz bunu megabayta çevirsək 2 üstü 28-i böləcək. Bitdən megabayta gələndə 2 üstü 23-ə bölürük. Bunlar ixtisar gedəcək, bərabər qalacaq 2 üstü 5. Bu da eləyəcək 32 megabayt. Cavab da olacaq bu. Keçək 3-cü sualımıza. 3-cü sualımızda deyir ki, ekranın 5:12 vurulsun 128 rejimində 8 saniyəli, 16 rəng çalarlı, 16 megabayt həcmə malik olan video faylın 1 saniyə ərzində dəyişən kadr sayını hesablayın. Baxın, burada videonun ümumi həcmin verib bizə. Sadəcə istəyir ki, bizdən buradan 1 saniyədə kadrların sayını tapaq. Bir təsvirimizin videoda həcmini tapaq ilk növbədə. 5:12 necə yaza bilərik? 2 üstü 9 şəklində, 128-i 2 üstü 7 şəklində. Rəng çaları verilib 16-dır. Bunu yaza bilərik 2 üstü 4 şəklində. Bu qüvvətdəki 4 bizə bir pikselin yaddaşda tutduğu yeri, yəni rəng dərinliyini verəcək. Nöqtələri vuraq bir-birinə. 2 üstü 9 vurulsun 2 üstü 7. Bunu da vuracaq rəng dərinliyinə 4-dür. Bunu yaza bilərik 2-nin kvadratı şəklində. Bit olacaq bu. Və bunu da vuracaq kadr 1 saniyədə olan kadrların sayına. Kadr sayı yoxdur burada. Vuracaq x kadr bölünsün saniyə. Və bunu da vuracaq. Videonun ümumi müddəti nə qədərdir? 8 saniyədir. 8-i necə yaza bilərik? 2-nin kubu şəklində. 2 üstü 3 saniyə. Bu da bərabərdir, deməli. Biz bunu kadr sayını tapsa, burada 16 megabaytda verib də ümumi həcmi. 16-nı necə yaza bilərik? 2 üstü 4 şəklində. Bərabərliyin hər iki tərəfin, bax, bir sağ tərəfində megabaytla olacaq, sol tərəfində bitləndir. Hər iki tərəfi eyni ölçü vahidinə gətirsək, bitə gətirsək, 2 üstü 4, yəni 16-nı vursaq, megabaytdan bitə gələndə 2 üstü 23 eləyəcək. Vuracaq bunu 2 üstü 23-ə. 2 üstü 23 bit olacaq. İndi gəlin burada x-i tapaq. X bərabərdir. Bu 2 üstü 4, 2 üstü 23, 2 üstü 27 eləyəcək yuxarıda. Aşağıda isə 2 üstü 9, 2 üstü 7. 2 üstü elədi 16. Bunu da vururuq 2-nin kvadratına 2 üstü 18. Vururuq bunu da deməli 2 üstü 3-ə. 2 üstü 21 eləyəcək. Bunlar ixtisar gedəcək, qalacaq 2 üstü 6, yəni 64 kadr bölünsün saniyə. Cavab da olacaq bu. Keçək 4-cü sualımıza.
Dördüncü sualımızda deyir ki 5/2 vurulsun 256 piksel ölçüsündə olan video faylın hər bir pikseli yaddaşda 16 bit yer tutur. 8 kadr bölünsün saniyə kadr tezliyinə malikdir. Faylın həcmi isə 128 megabaytdır. Videonun müddətini hesablayın. Səsi yenə də nəzərə almırıq. Yenə faylın ümumi həcmini burada bizə verir. Bir təsvirimizin həcmini tapaq. 5/2 necə yaza bilərik? 209 şəklində, 256-nı 208 şəklində. Bir pikselin yaddaşda tutduğu yeri birbaşa olaraq verib bizə buradan. Rəng çaları verməyib. Rəng dərinliyini verib bizə burada. Deməli, biz təsvirimizin həcmini tapsaq, 209 vurulsun 208, bu da vurulsun rəng dərinliyi, yəni 16 bitə. 16 necə yaza bilərik? 204 şəklində olacaq bit. Bunu da vuracaq. Kadr sayını verib bizə 8-dir. 8-i necə yaza bilərik? 2/3 kadr bölünsün saniyə. Müddəti verməyib bizə. Deyir ki, müddəti hesablayın. Vururuq bunu x saniyəyə. Bu da bərabərdir. Ümumi həcm 128 megabaytdır. Hər iki tərəfi bitə gətirək. 128 yaza bilərik 2/7 şəklində vurulsun. Megabaytla bitə gələndə 2/23-ə vuracaq. İndi gəlin burada x-i tapaq. 2/7, 2/23 eləyəcək 2/30. Yuxarıda yazırıq 2/30. Aşağıda yazırıq. 2/9, 2/8, 2/17 eləyəcək. Vuranda 2/4-ə, 2/21, vuranda 2/3-ə, 2/24 eləyəcək. Aşağıda yazırıq 2/24. Bunlar ixtisar gedəcək. Bərabər olacaq. Deməli, 2/6-ya, bu da bərabərdir 64 saniyəyə. Cavab da olacaq bu. Keçək 5-ci sualımıza. 5-ci sualımızda deyir ki, 8 kadr bölünsün saniyə ilə işləyən video fayl 16 saniyə davam edir. Bu video təsvirin hər bir kadrı 64 vurulsun 64 nöqtədən, yəni pikseldən ibarətdir və 16 rəng çalarına malikdir. Bu video təsviri yaddaşda nə qədər yer tutar? Ümumi həcmi soruşur burada. Deməli, bir təsvirimizin həcmini tapsaq burada, nöqtə sayını verib bizə burada, 64-ü necə yaza bilərik? 2/6 vurulsun 2/6. Bunu da vururuq rəng dərinliyinə, 16 rəng çalarıdır. 16 necə yaza bilərik? 2/4 şəklində. Bu qüvvətdəki 4 bizə bir pikselin yaddaşda tutduğu yeri verəcək. Vuracaq bunu da 4 bitə, 4-ü necə yaza bilərik? 2-nin kvadratı şəklində. 2-nin kvadratı bit. Bunu da vururuq. Kadr sayını verib 8-dir. 8-i necə yaza bilərik? 2-nin kubu şəklində. 2/3 kadr bölünsün saniyə. Bunu da vuracaq. Müddəti verib bizə burada 16 saniyədir. Vururuq 2/4 saniyəyə və ümumi həcmi hesablayırıq. 2/6 vurulsun 2/6, 2/12. Bunu da vururuq 2-nin kvadratına eləyir 2/14. Vururuq 2/3-ə, 2/17 eləyəcək. Bunu da vururuq 2/4-ə. Eləyəcək 2/21. 2/21 bit eləyəcək. Bunu da çevirsək, kilobayta çevirsək, bərabərdir 2/21 bölünsün 2/13-ə. Bu da bərabər olacaq. Bitdən yəni kilobayta gəndə 2/13-ə bölürük. Bunlar ixtisar girəcək, qalacaq 2/8 kilobayt. Bu deyilir 256 kilobayt. Cavab da olacaq bu. Keçək növbəti slaydımıza. İndi isə gəlin səsin həcminin tapılmasına baxaq. Səs informasiyasının həcminin hesablanması üçün 4 əsas parametrdən istifadə olunur. Birinci parametr diskretləşmə tezliyidir. Bu, 1 saniyədə neçə dəfə ölçü götürüldüyünü göstərir. Vahidi isə hertzlə ifadə olunur. Bundan əlavə bilməlisiniz ki, məsələlərdə ola bilər ki, sizə kilohertzlə verilsin. Bunu hertzə çevirməlisiniz. Və bilməlisiniz ki, 1 kHz 1000 Hz-ə bərabərdir. Misal üçün 44 kHz yazılacaqsa, onu Hz-ə çevirəndə 44.000 Hz eləyəcək. İkinci parametr burada diskretləşmə dərinliyidir. Bu, hər ölçünün neçə bitlə korlaşdırıldığını göstərir. Üçüncü parametr kanalların sayıdır. Ola bilər də səs bir kanallı ola bilər. Buna monokanal da deyə bilərik, stereo kanal, 2 kanallı və s.
Dördüncü parametr isə vaxtdır, yəni səsin uzunluğudur, saniyə iləndir. Əgər orada məsələlərdə dəqiqə ilə veribsə, onu mütləq saniyəyə çevirməlisiniz. Saniyə ilə hesablamalısınız. Ola bilər də səs 5 dəqiqəlik olsun, 10 dəqiqəlik olsun və yaxud 15 saniyəlik olsun. Bu şəkildə saniyəyə çevirərək hesablayacaqsınız. Deməli, buradan səsin həcmini tapmaq istəyiriksə, nə edirik? Diskretləşmə tezliyini vururuq diskretləşmə dərinliyinə, bunu da vururuq kanal sayına vururuq və bunu da vururuq səsin uzunluğuna, saniyə ilə ifadə eləyək, bərabər olacaq səsin ümumi həcminə. Bu şəkildə biz bunu hesablayacaq. Ola bilər ki, məsələlərdə kanal sayını verməsin, diskretləşmə tezliyini vuracaqsınız, diskretləşmə dərinliyinə, onu da saniyəyə, yəni müddətə ümumi həzmi tapacaqsınız və yaxud ola bilər müddəti verməsin, onu x olaraq qəbul edəcəksiniz və ümumi həzmi veribsə, buradan x-i tapacaqsınız. İndi isə gəlin suallar üzərində səsin həzminin tapılmasına baxaq. İlk növbədə bunu yadda saxlamaq lazımdır ki, əgər məsələlərdə diskretləşmə tezliyi və dərinliyi verilməzsə, sadəcə olaraq yüksək keyfiyyətli səs faylı yazılarsa, onda bilməlisiniz ki, yüksək keyfiyyətli səs faylında diskretləşmə tezliyi 44.000 Hz-dir, yəni 44 kHz və dərinliyi isə 16 bitdir. Əgər aşağı keyfiyyətli səs faylı deyərsə, onda bilməlisiniz ki, diskretləşmə tezliyi 5500 Hz-dir, yəni 5.5 kHz və dərinliyi isə 8 bitə bərabərdir. Bunu yadda saxlamalısınız ki, sizə məsələlərdə lazım olacaq. Birinci sualda deyir ki, 64 saniyəlik yüksək keyfiyyətli audio faylın həcmini hesablayın. Baxın, burada bizə diskretləşmə tezliyini və diskretləşmə dərinliyini verib. Həmçinin səsin ümumi müddətində verib 64 saniyədir. Amma kanal sayını verməyib. Kanal sayı verilməyibsə, bir kanal olaraq qəbul edəcək. Deməli, necə hesablayırıq? Səsin həzmin burada. Dedik ki, diskretləşmə tezliyini, yəni 44 kHz-i vururuq diskretləşmə dərinliyinə, onu da vururuq ümumi müddətə. Kilohertz ilə də veriləndə onu hertzə çeviririk. 44 kHz nə qədərdir? 44.000 Hz-dir. Vururuq bunu dərinliyə, yəni 16 bitə. Bunu da vururuq 64 saniyəyə. Və bu şəkildə səsin həcmini hesablayırıq. Bunları ikinci qüvvətli şəklində yazsaq, çünki bitdən kilobayta çevirəcək, ona görə rahat ixtisar geçsin deyə. Və bir şey yadda saxlayaq ki, 44.000 Hz olanda onu ikinci qüvvətli şəklində yazsaq, 2/5 vurulsun 1375 şəklində yaza bilərik. Və yaxud da 5500 Hz olanda bunu da 2-nin kvadratı vurulsun 1375 şəklində yazıb hesablaya bilərik. Deməli, 44.000-i yazsaq üçün qüvvətli şəklində olacaq 2/5 vurulsun 1375. Bunu vuracaq 16 bitə, yəni 2/4-ə, bunu da vuracaq 64 saniyə, yəni 2/6-ya. Bu da bərabər olacaq, deməli 2/5, 2/4, 2/9, o da vursun 2/6, eləcə 2/15 vurulsun 1375. Nə olacaq? Bit olacaq. Bitlə tapılacaq. Bunu kilobayta çevirsək, 2/15 vurulsun 1375 bölünsün, bitdən kilobayta gələndə 2/13-ə böləcək. Bunlar ixtisar gedəcək, yuxarıda qalacaq 4 vurulsun 1375. Bunu da hesablasaq, 4-ü 5-ə vurarıq, 20, 0 yazırıq 2 yadda, 4, 7, 28, o da 2, 30, 0 yazırıq 3 yadda, 3, 4-ün 12, o da 3, 15, 5 yazırıq 1 yadda, 4, 1-in 4, o da 1, 5. Olacaq 5500 kilobayt. Cavabımız da olacaq bu. İkinci sualda deyir ki, 2 kanallı 128 saniyəlik səs faylı 44 kHz, yəni 44.000 Hz tezliyə malikdir. Əgər bu fayl 16 bitlik səs kartından istifadə edilərək yazılmışdırsa, onun həcmi neçə kilobayt olar? Baxın, kanal sayını da verib burada bizə, 2 kanallıdır, müddəti də verib və diskretləşmə tezliyini və dərinliyini də burada verib. Bunları bir-birinə vurub səsin ümumi həcmini kilobaytla hesablayırıq. 44.000 Hz vuracaq
dərinliyə 16 bitə. Bunu da vuracaq 2 kanallı deyil 2-yə və bunu da vuracaq 128 saniyəyə. Və buradan səsin həcmini hesablayacaq. Deməli, bunları 2-nin qüvvəti şəklində yazsaq, 2 üstü 5 vurulsun 1375 eləyəcək. Vururuq bunu 2 üstü 4-ə, yəni 16 bitə, vururuq 2-yə. Bunu da vururuq 128 saniyəni yaza bilərik 2 üstü 7 şəklində. Bu da bərabərdir 2 üstü 5, 2 üstü 4, 2 üstü 9 edilir. Bu da 2 üstü 1, 2 üstü 10. Bu da 2 üstü 7, 2 üstü 17 eləyəcək. 2 üstü 17 vurulsun 1375 bit olacaq. Bunu kilobayta çevirsək 2 üstü 17 vurulsun 1375 bölünsün 2 üstü 13-ə. Bunlar ixtisar gedəcək. Yuxarıda qalacaq 2 üstü 4, yəni 16 vurulsun 1375. Bu da bərabərdir. Gəlin burada vuraq. 1375 vurulsun 16. 5 6-nın 30, 0 yazırıq 3 yadda, 7 6 42, o da 3, 5 yazırıq 4 yadda, 3 6 18, o da 4, 22, 2 yazırıq 2 yadda, 6 1-in 6, o da 2, 8. Üzərinə gəlirik 1375-i. 0, 0, 1 yadda, 9 o da 1, 10, 0 yazırıq 1 yadda, 8, 3, elədi 11, o da 1, 2 yazırıq 1 yadda, bu da 1 olacaq 2. 22.000 kilobayt olacaq. Cavabımız da olacaq bu. Üçüncü sualda deyir ki, 64 saniyəli diskret şəkilli səsin həcmini hesablayın. Baxın, burada diskretləşmə tezliyin və dərinliyi verib. Həmçinin səsin ümumi müddətində verib 64 saniyədə, amma kanal sayını verməyib. Kanal sayı verilməyibsə, onda onu bir kanal olaraq qəbul edəcək. 5.5 kHz-li bunu Hz-ə çevirəndə olacaq 5500 Hz. Bunu da vuracaq dərinliyə 8 bitə, bunu da vuracaq səsin ümumi müddətinə 64 saniyəyə. Bərabərdir. Bunları 2-nin qüvvəti şəklində yazsa 5500 olacaq. 2-nin kvadratı vurulsun 1375 vurulsun bu da 8 bitə, yəni 2-nin üstü 3-ə. Bunu da vururuq 64 saniyə, yəni 2 üstü 6-ya. Bu da bərabərdir. 2-nin kvadratı 2-nin kubu eləyəcək 2 üstü 5, bu da 2 üstü 6, 2 üstü 11 eləyəcək. Vururuq bunu 1375 bitə. Bitlə tapılacaq. Bunu kilobayta çevirsək 2 üstü 11 vurulsun 1375 bölünsün 2 üstü 13-ə. Bunlar ixtisar gedəcək. Yuxarıda qalacaq 1375, aşağıda 4 qalacaq. Gəlin bunları bir-birinə bölək. 1375 bölünsün 4. Deməli 13-ün içində 4 3 dəfədir. Yazırıq bura 3, 12 eləyəcək. Çıxdıq 1 qaldı. 7-dən gətirdik bura. 17-nin içində 4 4 dəfədir. Çıxdıq 16. 1 elədi. 5-i də gətirdik bunun yanına. 15-in içində 4 3 dəfədir. Çıxdıq 12. Qaldı 3. 3-ün içində 4 yoxdur. 0 gətirik yanına. Burada vergül atırıq. 30-un içində 4 7 dəfə. Çıxırıq 28. 2 qaldı. 2-nin içində 4 yoxdur. Gətirik 0 yanına. 20-nin içində 4 5 dəfədir. Çıxdıq 20. Qaldı 0. Deməli, burada oldu cavab 343,75 kilobayt. Cavabımız da olacaq bu. Dördüncü sualda deyir ki, diskretləşmə tezliyi 16 kHz olan səs faylı hər diskret qiymətində 8 bit rəqəmsal siqnal vardır. 8 saniyəli 2 kanallı səs faylı yaddaşda nə qədər yer tutar? Kanal sayını da verib burada bizə. Deməli, diskretləşmə tezliyin, yəni 16 kHz-i, buna da Hz-ə gətirəndə 16000 Hz eləyəcək. Vururuq bunu 8 bitə dərinliyə. Bunu da vururuq 2 kanallıdır 2-yə və bunu da vururuq 8 saniyədir səsin müddəti. 8 saniyəyə. Bu da bərabər olacaq. 16000 necə yaza bilərik? 2 üstü 4 vurulsun 1000 şəklində yaza bilərik. Vurulsun bu da 8 biti 2-nin üstü 3 şəklində yaza bilərik. Vurulsun
2 vurulsun 8 saniyə, yəni 2 üstü 3-ə. Bu da bərabərdir, kilobayta çevirəcək. 2 üstü 4, 2 üstü 3, 2 üstü 7, bu da 2 üstü 1, 2 üstü 8, bu da 2 üstü 3, 2 üstü 11 vurulsun 1000 bit olacaq. Bunu kilobayta çevirsək, 2 üstü 11 vurulsun 1000 bölünsün 2 üstü 13 eləyəcək. Bunlar ixtisara gedəcək. Burada qalacaq 4. 1000 də 4-ə böləndə 250 kilobayt eləyəcək. Cavab olacaq bu. 5-ci sualda deyir ki, aşağı keyfiyyətli 2 mono səs faylının müddəti 2 dəqiqə 8 saniyə olarsa, bu səs yaddaşda nə qədər yer tutar? Baxın, bizə burada diskretləşmə tezliyin və dərinliyin verməyib. Əvvəlki slaydımızda göstərdik ki, aşağı keyfiyyətli səs faylı deyəndə bilməliyik ki, orada diskretləşmə tezliyi 5.5 kHz-dir və dərinliyi isə 8 bitdir. Və dəqiqə ilə veribsə, onu da saniyəyə çevirməliyik. Deməli, burada səsin həzmi hesablasaq, 5500 Hz, yəni 5.5 kHz Hz-ə çevirəndə 5500 Hz eləyəcək. Vururuq bunu 8 bitə, bunu da vururuq. Deməli, kanal sayı verilib burada 2 mono kanaldır. Olacaq 2 kanallı, 2-yə vururuq və bunu da vuracaq müddətə. 2 dəqiqə 8 saniyədir, 2 dəqiqə 120 saniyədir, onun üzərinə gəlir 8 saniyə, 128 saniyə eləyəcək ümumilikdə. Yəni 128 saniyəyə vuracaq. Bu da bərabər olacaq. 5500-ü yaza bilərik kilobaytı çevirmək üçün. 2 üstü, belə deyək, kvadratı vururuq bunu. Deməli, 1375-ə, bunu da vururuq 2 üstü 3-ə, yəni 8 bitə, bunu da vururuq 2-yə, bunu da 2 üstü 7-yə vururuq. Bərabər olur 2 üstü 2, 2 üstü 3 eləyir 2 üstü 5, 2 üstü 1, 2 üstü 6, bunu da vururuq 2 üstü 7, 2 üstü 13 eləyəcək. 2 üstü 13 vurulsun 1375 bit olacaq. Kilobayta çevirsək, 2 üstü 13 vurulsun 1375 bölünsün 2 üstü 13 olacaq. Bunlar ixtisar gedəcək, qalacaq yerdə 1375 kilobayt. Cavab da olacaq bu. Gəl indi sürət məsələlərinə baxaq. Sürət məsələlərini başa düşməmiz üçün fizikadan avtomobil məsələlərinin nümunə gətirək. Misal üçün bir avtomobil saatda 50 kilometr sürətlə hərəkət eləyir və 1 saat ərzində hərəkət eləyir. Biz buradan gedilən yolu tapmaq istəsək, düsturumuz necə idi? S bərabər V vurulsun T. Sürəti vururduq zamana gedilən yolu tapmış olurduq. Eyni ilə informasiyanın ötürülmə sürətində də məlumatlar hərəkət eləyir. Misal üçün bir fayl bir cihazdan digər cihaza 10 megabit bölünsün saniyə sürəti ilə ötürülür və 10 saniyə ərzində ötürülür. Buradan biz informasiyanın ölçüsünü tapmaq istəsək, sürəti vurarıq zamana, informasiyanın ölçüsünü tapmış olarıq. Məsələlərdə ola bilər ki, megabit bölünsün saniyənin yanında mötərizə ilə MBPC yaza bilərlər. Elə bu megabit per second deməkdir, yəni megabit bölünsün saniyə deməkdir. Bunlar ikisi eyni kəmiyyətdir, eyni anlayışdır ki, bunu da yadda saxlayın. Burada bu düsturda S bərabər V vurulsun T yazmışıq. Biz informasiyanın ötürülməsi sürətində S-i Q ilə əvəz etsək və sürət və zamanı V və T ilə əvəz etsək, onda düsturumuz olacaq Q bərabər V vurulsun T. Düsturdan düstur alsaq, V-ni tapsaq burada V bərabər olacaq Q bölünsün T və zamanı tapmaq istəsək T bərabər olacaq Q bölünsün V. Və bilirik ki, biz Q, V və T ilə düz mütənasibdir. Yəni, sürət artarsa, Q da artacaq. Azalarsa azalacaq. Həmçinin zaman artarsa, Q da artacaq. Azalarsa azalacaq. Eyni ilə V-nin düsturunda da V, Q ilə düz mütənasibdir, zamanla tərs mütənasibdir. Q artarsa, sürət də artacaq. Azalarsa azalacaq. Zaman artarsa, sürət azalacaq. Çünki tərs mütənasibdir. Zaman azalarsa, sürət artmış olacaq. Eyni ilə zamanda da zaman Q ilə düz mütənasibdir. Q artarsa, zaman artacaq, azalarsa azalacaq. Sürətlə tərs mütənasibdir. Sürət artarsa, zaman azalacaq. Sürət azalarsa, zaman artmış olacaq.
Yəni bunu da bilməyimiz lazımdır ki, məsələlərdə ola bilsin ki, suallarda artma, azalma ilə bağlı verilsin, onda bu qayda ilə hesablayacaq. İnformasiyanın ötürülmə sürəti nə qədər yüksək olarsa, biz bir faylı bir cihazdan digər cihaza sürətli şəkildə ötürə bilərik. İnternetin sürəti nə qədər yüksək olarsa, tutaq ki, biz YouTube-dan video izləyirik, sürət nə qədər yüksək olarsa, videonu kəsintisiz şəkildə, donma olmadan keyfiyyətli şəkildə izləyə bilərik. İnternetin sürəti necə ölçülür? Məşhur olan Speed Test saytı var. Gəlin oradan internetimizin sürəti necə ölçülür, ona baxaq. Axtarış bölməsinə yazırıq Speed Test və Enter düyməsini klik edirik. Buradan da speedtest.net saytına daxil oluruq və Go düyməsinə klik edirik. İnternetimizin sürəti ölçülür. Burada download hissəsi bizə endirmə sürətini göstərir. Upload hissəsi isə ötürülmə sürətini göstərir və megabit bölünsün saniyə ilə ölçülür. mbps megabit per second deməkdir, yəni elə megabit bölünsün saniyə deməkdir. Eyni anlaşdı, eyni kəmiyyətdir. Download hissəsi onu göstərir ki, misal üçün siz internetdən kompüterinizə fayl yüklürsünüz, tutaq ki, YouTube-dan video yüklürsünüz. Bu download hissəsi endirmə sürətini göstərir. Upload hissəsi isə tutaq ki, siz kompüterinizdə olan videonu, faylı internetə yüklərsiniz. Tutaq ki, YouTube kanalınıza yüklərsiniz. Bu upload hissəsi isə ötürülmə sürətini, yəni yükləmə sürətini göstərir. Deməli, bizim internetimizin download sürəti oldu bu qədər, upload sürəti isə oldu bu qədər. Ümid edirəm ki, informasiyanın ötürülməsi mövzusunu başa düşdük və gəlin indi suallar üzərində bu mövzunu daha da möhkəmləndirək. Baxın, burada yazdıqlarımı özünüz üçün oxuya bilərsiniz. Bunları onsuz da izah eləmişdim. Birinci sualda deyir ki, informasiyanın ötürülmə sürəti 1200 bit bölünsün saniyədir. 3600 bit informasiyanı modem nə qədər müddətə ötürər? Baxın, bizə burada sürəti verib və həcmi də verib 3600 bitdir. Bizdən nəyə soruşur? Müddəti. T-ni necə tapırıq? T bərabərdir, üstürü belədir, Q bölünsün V. Q-nun yerinə qoyacaq həcmi 3600 bit və sürətə də qoyacaq 1200 bit bölünsün saniyə. Bitlər ixtisar gedəcək, 1200 ilə 3600 ixtisar gedəcək, burada qalacaq 1, burada qalacaq 3. Olacaq belə 3 bölünsün, burada 1 bölünsün saniyə qaldı. Saniyə keçəcək yuxarı, olacaq 3 saniyə. Cavab da olacaq bu. Keçək ikinci sualımıza. İkinci sualımızda deyir ki, faylın həcmi 8 megabaytdır. Göndərmə sürəti 1024 kilobit bölünsün saniyə olan modemlə bu faylı ən tez neçə saniyəyə ötürmək olar? Baxın, həcmi verib, faylın həcmin burada bizə, yəni Q-nu verib və sürəti verib 1024 kilobit bölünsün saniyədir. Zamanı necə tapa bilərik? T bərabər Q bölünsün V. Q-nun yerinə qoyacaq 8 megabaytı və bunu da böləcək 1024 kilobit bölünsün saniyə. 8-i necə yaza bilərik? 2-nin üstü 3 şəklində. Megabaytı kilobayta gətirsək, olacaq, deməli, vuracaq bunu 2 üstü 10, bu deyiləcək kilobayt. Böləcək bunu, 1024-ü yaza bilərik 2 üstü 10 şəklində. 2 üstü 10 kilobit bölünsün saniyə. Bu da bərabərdir. Deməli, 210-dan 210 ixtisar gedəcək, kilondan kilo ixtisar gedəcək. Baytdan da bitə keçəndə vuracaq bunu 8-ə. Yəni 2 üstü 3 vurulsun, 8-i belə yaza bilərdik 2 üstü 3 şəklində. Bölünsün, aşağıda 1 bölünsün, saniyə qaldı. Və saniyə də yuxarı keçəndə burada olacaq 2 üstü 6 saniyə. Bu da bərabərdir 64 saniyəyə. Cavab da olacaq bu. Keçək üçüncü sualımıza. Üçüncü sualımızda deyir ki, sürəti 102.400 bit bölünsün saniyə olan modem 1250 kilobayt həcmli informasiyanı müəyyən müddətə ötürür.
Modemin sürəti 2 dəfə artarsa, eyni həzmli informasiyanı ötürmək üçün tələb olunan zaman nə qədər azalar? Baxın, sürəti verib burada bizə yenə də və həcmi verib. 1250 kilobaytdır. Biz buradan müddəti tapa bilərik də, T bərabər Q bölünsün V-dir. Yəni 1250 kilobayt bölünsün 102.400 bit bölünsün saniyə. Və buradan deməli 1250 buradan kilobaytdan bitə keçəndə necə eləyə bilərik? 1250 vurulsun 2 üstü 13 bit bölünsün deməli 102.400-ü necə yaza bilərik? 2 üstü 10 vurulsun 100 şəklində yaza bilərik də. Bit bölünsün saniyə. Bu bitlər ixtisar gedəcək 2 üstü 10-la 2 üstü 13 ixtisar gedəcək. Burada qalacaq 2 üstü 3, yəni 8 və bu 100-ün sıfırı ilə bunun sıfırı ixtisar gedəcək. Bu 10-la bu 8 ixtisar gedəcək 2-yə. Burada qalacaq 4, burada qalacaq 5, bu 5 ilə 125 ixtisar gedəcək. Burada qalacaq 25. 25 ilə 4-ü bir-birinə vuranda 100 eləyəcək. Yəni 100 bölünsün, burada 1 bölünsün saniyə qalacaq və bu da bərabərdir. Saniyə keçəcək yuxarı olacaq 100 saniyə. İndi deyir ki, modemin sürəti 2 dəfə artarsa, eyni həcmli informasiyanı ötürmək üçün tələb olunan zaman nə qədər azalar? Modemin sürəti 2 dəfə artarsa, sürət zamanla tərs mütənasibdir. Onda zaman 2 dəfə azalacaq. Əvvəl bunu T1 ilə işarə eləyək. Əvvəl T1 100 saniyə idisə, sonra 2 dəfə artdı sürət. Onda zaman, yəni T2 bərabər olacaq neçəyə? 2 dəfə azalacaq da zaman. 100 idi, olacaq 50 saniyə. Eyni həcmli informasiyanı ötürmək üçün tələb olunan zaman nə qədər azaldı? Əvvəl 100 idi, sonra 50 saniyə oldu. T1-dən çıxacaq T2-ni, yəni 100-dən 50-ni çıxacaq, bərabər olacaq 50-yə. Yəni 50 saniyə qədər azalacaq. Cavab da olacaq bu. Əgər dəfə az desəydi, deyəcəkdi ki, 2 dəfə azalıb. Keçək 4-cü sualımıza. 4-cü sualımızda deyir ki, ötürmə sürəti 16 megabit bölünsün saniyə, qəbul etmə sürəti 8 megabit bölünsün saniyə olan şəbəkə ilə 64 megabayt həcmə malik fayl əvvəlcə qəbul edildi, sonra isə başqa kompüterə göndərildi. Bu iki prosesə birlikdə neçə saniyə vaxt sərf edilər? Baxın, elə başa düşün ki, bu kompüterdir. Bu kompüterə bir var məlumat daxil olsun, qəbul edilsin, bir də var məlumat ötürülsün. Ötürülmə sürəti 16 megabit bölünsün saniyədir. Qəbul etmə sürəti isə 8 megabit bölünsün saniyədir. İndi biz burada ötürülmə və qəbul etmə sürətlərinin belə deyək, müddətini tapmalıyıq və bunların bu iki prosesi cəmləyib ümumi müddəti nəticə olaraq çıxarmalıyıq. Gəlin buradan yazaq birinci qəbul etmə müddətini tapaq. T qəbul etmə yazırıq. Düsturu nə idi? Q bölünsün V. Bu da bərabər. Q-nu bizə burada verib həcmi 64 megabayt. Yazırıq bura 64 megabayt bölünsün neçəyə? 8 megabit bölünsün saniyəyə. 8 megabit bölünsün saniyə. Bu da bərabərdir, deməli. Megabaytla megabitə keçəndə 8-ə vuracaq. 64 vurulsun 8 megabit olacaq. Bölünsün 8 megabit bölünsün saniyə. 8-lər ixtisar gedəcək, megabitlər də ixtisar gedəcək, qalacaq 64 bölünsün 1 bölünsün saniyə. Saniyə keçəcək yuxarı olacaq 64 saniyə. Deməli, T qəbul etməyi tapdıq 64 saniyə. İndi keçək ötürmə sürətinin müddətini tapmağa. Bunu da tapmaq üçün baxın T ötürmə yazıram. Bunda da düsturumuz Q bərabərdir V. Bu da bərabərdir Q 64 megabaytdır. Yazırıq bura
64 megabayt bölünsün 16 megabit bölünsün saniyə. Və buradan da megabaytdan megabitə keçəndə 8-ə vuracaq. Yəni 64 vurulsun 8 megabit bölünsün 16 megabit bölünsün saniyə. Megabitlər ixtisar girəcək. Sonra buradan 16 ilə 64 ixtisar girəcək. Burada qalacaq 1, burada qalacaq 4. 4 də 8-ə vuranda eləyəcək 32 saniyə. Bu da olacaq T ötürülmə sürətinin müddəti 32 saniyə. İndi deyək ki, bu iki prosesə birlikdə neçə saniyə vaxt sərf edilir? T qəbul etmənin üzərinə gəlirik T ötürülməni, yəni 64 üstəgəl 32 bərabər olacaq 96 saniyə. Cavab da olacaq bu. Keçək 5-ci sualımıza. 5-ci sualımızda deyir ki, müəyyən sürətlə və müəyyən zaman ərzində 200 megabaytlıq informasiya ötürülmüşdür. Əgər rabitə xəttinin sürətini 2 dəfə artırıb və zamanı da 4 dəfə artırsa, nə qədər məlumat ötürmək olar? Baxın, burada Q-nu verib bizə 200 megabaytdır. Q-muz bərabərdir 200 megabayta. Və burada deyir ki, əgər rabitə xəttinin sürətini 2 dəfə artırarıqsa, Q-nun düsturu nə idi? V vurulsun T. Biz dedik ki, sürət artarsa, düz mütasib olduğu üçün həcmdən, həcm də artacaq. Zaman da artarsa, o da düz mütasib olduğu üçün həcm artmış olacaq. Əgər biz buradan sürəti 2 dəfə artırsa, olacaq 2V və zamanı da 4 dəfə artırsa, olacaq 4T. Bu bərabər olacaq 8VT-yə. Yəni, sürəti 2 dəfə artırsaq, həcm 2 dəfə artacaq və zamanı da 4 dəfə artırsaq, həcm 4 dəfə artacaq və bunlar bir-birinə vuracaq, eləyəcək 8. Yəni, həcm ümumilikdə 8 dəfə artacaq. Əvvəl həcmimiz nə qədər idi? 200 megabayt idi. Sürət 2 dəfə artandan sonra və zaman 4 dəfə artandan sonra həcm 8 dəfə artdı. Yəni 200 megabayt idisə, vuracaq bunu 8-ə, olacaq 1600 megabayt. Cavabımız da olacaq bu. Keçək növbəti slaydımıza. Arxiv məsələlərini həll etməyimiz üçün gəlin belə bir situasiya ilə tanış olaq. Elə başa düşün ki, bu mağazadır. Müştəri mağazaya daxil olur, özünə paltar almaq istəyir. Satçı müştəriyə paltarın endirimli qiymətini təklif edir. Deyir ki, bu paltar hazırda 40% endirimdədir və bu endirim ayın axırına qədər qüvvədədir. Çox ehtimal ki, müştəriyə bu sərf eləyəcək, nə də olmasa əvvəlki qiymətinə nisbətən aşağıdır. Tutaq ki, bu paltarın qiyməti 100 manatdır. 100 AZN. Biz buradan bunun endirimli qiymətini tapmaq istəyirsə, nə edirik? Paltarın əvvəlki qiyməti 100 manatdırsa, yəni 100%dirsə, onda o 40% enəndə olacaq 60%. Yerdə qalacaq 60%. 60%-də isə bilmirik bunun endirimli qiyməti nə qədərdir. X qəbul edirik. Buradan X-i tapsaq, bərabər olacaq 60-ı vuracaq 100-ə, böləcək 100-ə. Bunlar ixtisar girəcək, yerdə qalacaq 60 manat. Deməli, bu paltarın endirimli qiyməti 60 manatdır. Bunun məntiqini başa düşəndən sonra arxiv məsələlərini həmən məntiqlə həll eləyə bilərik. Keçək suallar üzərində bu mövzunu daha da möhkəmləndirək. Birinci sualımızda deyir ki, 25% sıxılmış informasiya 60 megabayt həcmindədir. İnformasiyanın ilkin həcmini müəyyən edin. Elə başa düşün ki, paltarın qiyməti 25% endirilib aşağı və yerdə 60 manat pul qalıb. Bizdən soruşur ki, paltarın ilkin qiyməti nə qədər idi? Həmən məntiqi burada da tətbiq edirsiniz. İnformasiya 25% sıxılıb, yerdə qalıb 60 megabayt. İlkin ölçüsünü bizdən soruşur. İlkin ölçüsünü bilmirik nə qədərdir. X qəbul edirik. Onda olub o 100% və 25% sıxıldıqdan sonra yerdə qalıb 75%. 75%-də də olub ölçüsü 60 megabayt. Və bunu tənasüblə başlayırıq həll eləməyə.
Deməli, x-i tapmağımız üçün 60-ı vuracaq 100-ə, böləcək 75-ə. 75 ilə 100 25 ixtisar getsə burada qalacaq 3, burada qalacaq 4. 3 ilə də 60 ixtisar getsə burada qalacaq 20. 20-ni 4-ə də vuranda eləyəcək 80 megabayt. Cavab da olacaq bu. Keçək ikinci sualımıza. İkinci sualımızda deyir ki, 320 megabayt fayl 75% sıxışdırılarsa neçə megabayt həcm qalar? Yenə də elə başa düşün ki, paltarın qiyməti 320 manatdır. 75% endirilib aşağı. Deyir ki, endirilmə qiyməti nə qədərdir? Burada da fayl əvvəl 320 megabayt olub. Yazırıq bura 320 megabayt. 320 megabayt olanda 100% olub da. Və bu 75% sıxışdırıldıqdan sonra olub 25%. 25%-də isə deməli ölçüsü olub bilmirik nə qədərdir, x. Tənasüblə bunu həll eləsək 320 vurulsun 25 bölünsün 100 olacaq. 25 ilə 100 25 ixtisar getsə burada qalacaq 4. Bundan da bu ixtisar getsə burada qalacaq 80. Cavab olacaq 80 megabayt. Keçək üçüncü sualımıza. Üçüncü sualımızda deyir ki, arxivləşdirilmiş faylın informasiya tutumu 6 kilobaytdır. Fayl 25% sıxılmışdır. Arxivdən çıxarıldıqdan sonra fayl hansı informasiya tutumuna malik olar? Yenə də həmən məntiqi tətbiq edirsiniz. Əvvəlki ölçüsünü bilmirik nə qədərdir. X qəbul edirik. Bunu da 100%-ə bərabər edirik. Və 25% sıxıldıqdan sonra yerdə qaldı 75%. 75%-də isə olub 6 kilobayt. Və başlayırıq bunu tənasüblə həll eləməyə. 6-nı vururuq 100-ə, bölürük 75-ə. Bunlar 25 ixtisar getsə burada qalacaq 4, burada qalacaq 3, bu da bunun ixtisar getsə burada qalacaq 2. 2-ni də 4-ə vuranda eləcək 8 kilobayt. Cavab da olacaq bu. Keçək dördüncü sualımıza. Dördüncü sualımızda deyir ki, fayl 40% arxivləşdirildikdən sonra həcmi 30 megabayt oldu. Fayl arxivləşdirilməmişdən əvvəl neçə megabayt idi? Yəni, ilkin ölçüsünü bizdən soruşur. Bilmirik nə qədərdir. X qəbul edirik. İlkin ölçüsündə 100% olub da bu. 40% arxivləşdirildikdən sonra yerdə qalıb 60%. 60%-də isə olub 30 megabayt. Tənasüblə həll eləsək bunu, deməli, 30-u vuracaq 100-ə, böləcək 60-a. Bunlar ixtisar girəcək, burada qalacaq 2, bundan da bu ixtisar girəcək, burada qalacaq 50. Cavab olacaq 50 megabayt. Keçək 5-ci sualımıza. 5-ci sualımızda deyir ki, arxivator tətbiq edilmiş fayl 25% sıxılaraq həcmi 9 megabayt oldu. Bu fayl arxivləşdirilməmişdən əvvəl 20 megabaytla diskə yazılarsa, diskin boş hissəsinin həcmidir, tapın. İlk növbədə biz bunun arxivləşdirilməmişdən əvvəl olan ölçüsünü tapırıq və onu 20 megabaytla diskə yazacaq, orada boş qalan hissənin həcmini tapacaq. Arxivləşdirilməmişdən əvvəl olan ölçünü bilmirik. X qəbul edirik və o 100% olub da əvvəl. 25% informasiya sıxıldıqdan sonra yerdə qalıb 75%. 75%-də isə olub onun ölçüsü 9 megabayt. Bunu da tənasüblə həll edəcək, ilkin həcmi tapacaq. Deməli, 9-u vuracaq 100-ə, böləcək 75-ə. Burada 75 ilə 125 ixtisar getsə, burada qalacaq 3, burada qalacaq 4. Bunlar da ixtisar getsə, burada qalacaq 3. 3-ü 4-ə vuranda eləyəcək 12 megabayt. Demək, bizim arxivləşdirilməmişdən əvvəl olan ölçümüz 12 megabaytdır. Və bunu gətirib 20 megabaytlıq diskə yazsa, baxın, bu elə başa düşün ki, diskdir. 20 megabaytlıq diskdir. Buraya yazsaq 12 megabaytlıq informasiyanı, bu 12 megabaytlıq informasiyadır. Bu, yerdə qalan boş hissə yoxdur. Bunu bilmirik nə qədərdir. Və 12 megabaytla bu boş hissəni cəmləyəndə bizə ümumi diskin həcmini verəcəkdir 20 megabaytı. Yəni, 12 megabaytın
üzərinə x megabayt boş qalan hissəni gəldikdə bizə ümumi diskin həcmin verəcək. Yəni dolu hissə ilə boş hissənin cəmini toplayanda ümumi diskin həcmin verəcək. Buradan x-i tapsaq biz 20-dən 12 çıxanda 8 megabayt eləyəcək. Demək bizim diskimizdə boş hissənin həcmi 8 megabayta bərabərdir. Deməli bu dərsimiz informatikadan video, səs, sürət və arxiv məsələləri oldu. Növbəti dərsimizdə görüşənədək.